Bildiyimiz kimi, iyun ayının 5-də Respublikamızda 4-cü siniflərə monitorinq imtahanı keçiriləcəkdir. Balçılı kənd 1 nömrəli tam orta məktəbimizdə 4-cü sinif şagirdlərimizin buraxılış vərəqələrini təqdim etdik və onlara imtahan barədə məlumatlar verdik. Onu da qeyd edim ki, bu monitorinq imtahanına sinif müəllimlərimiz öz şagirdləri ilə birlikdə məsuliyyətlə hazırlaşmış və şagirdlərimizin yüksək nəticə əldə etməsi üçün çalışmışlar. Biz də həm öz məktəbimizin 4-cü sinif şagirdlərimizə, həm də digər bütün 4-cü sinif şagirdlərimizə bu imtahanda uğurlar arzulayırıq. Hər birinizə xeyirli uğurlu olsun imtahanınız. Sizə güvənirik. Hər birinizin buraxılış vərəqəniz verildi. Xeyirli uğurlu olsun uşaqlar. Sizə güvənirik.